Salam əziz və dəyərli dostlar, ölkənin bir nömrəli hava səviyyəsinin dəyərli bir nömrəli izləyiciləri, hər bir kəsi xoş gördük. Bu günləri tarixlər 19 Martı göstərir. Hər bir kəsin bayramını təbrik edirəm. Uca Allahdan tutulan oruclarınızın qəbul olunmasını arzulayıram. Artıq demək olar ki, Ramazanın sonuncu günüdür və həmçinin Allahdan arzulayıram ki, Allah Taala bütün ailələrə, hər bir kəsə şən, mehriban, firavançılıq və bol ruzular bəxş eləsin. Havalar dəyişir qardaşlar, qısa xanımlar və cənablar, qısa olaraq bu məlumatı sizin nəzərinizə çatdırım. 19-u bu axşam və gecədən etibarən 20-si sabah günün ikinci yarısına qədər olan müddətdə Respublika ərazisinin demək olar ki, əksər bölgələrdə hava şəraitinin yağıntı olması gözlənilir. Bəzi bölgədə yağıntılar bir qədər güclü və intensiv olması, leysan xarakterli olması ehtimalı var və 20-si günün ikinci yarısında isə yağıntılar tədricən axşama doğru isə ölkə ərazisində yağıntıların dayanması ehtimal olunur. Növbəti günlərdə isə bir qədər yağmursuz hava şəraiti olsa da, yenidən bol yağıntılı bir 3-cü 10 günlük izləyə bilərik. Ətraflı məlumatlar olacaq. Bizi izləməyi unutmayın. Bir daha bayramımız mübarək, dəyərli bir nömrəli hava səviyyəsini izləyəcək. Bir də yeri gəlmişkən, bugün 19 Mart axşam saat 22:00-da bizim oyunumuz olacaq. TikTok'un təyin etdiyi prinsipial oyunlardan biridir. Hər bir kəsdən rica edirik, bu oyunda bizim yanımızda olun. Cəmi 4 dəqiqə vaxtınız gedəcək. 21:45-dən etibarən bizimlə bərabər olsanız bizi sevindirmiş olarsınız. Cəmi 4 dəqiqə vaxtınız gedəcək. İnşallah qələbə bizim olar. Sağ olun, Allah'a emanet olun.